İsrail Hərbi Hava Qüvvələri İranın mərhum ali lideri Əli Xameneyinin iqamətgahına zərbənin vaxtını Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsinin məlumatlarına əsasən təyin edib. Bu barədə məlumatı öz mənbələrinə istinadən The New York Times qəzeti yayıb. Qəzet yazır ki, Birləşmiş Ştatlar Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə ay ərzində Xameneyinin izlənməsi ilə məşğul olub. Bu, İran ali liderinin qrafikini və hərəkət saatlarını detallı şəkildə müəyyən etməyə imkan verib. Kəşfiyyat izləmə prosesi zamanı fevralın 18-i səhər saatlarında Əli Xameneyinin iqamətgahında İranlı yüksək rütbəli hərbiçilərlə görüş keçirəcəyi barədə məlumat əldə edib. Məhz bu məlumata görə Amerika Birləşmiş Ştatları və İsrail hərbiçiləri əməliyyatın saatını gecədən səhərə keçirib. Xatırladaq ki, fevralın 28-də səhər saatlarında İsrail və Amerika Birləşmiş Ştatları İranda hökumət və hərbi hədəflərə zərbə endirib. Zərbə nəticəsində Əli Xameneyi və onun yaxın ətrafına daxil olan 40 nəfər öldürülüb. İranın ali lideri Ayətullah Əli Xameneyinin vəfatının rəsmi təsdiqindən sonra İraqda 3 günlük matəm elan edilib. Bu haqda İraqın İNA xəbər agentliyi məlumat yayıb. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad Tehrana aviazərbələr nəticəsində öldürülüb. Bu barədə məlumatı İranın İLNA agentliyi yayıb. Bildirilib ki, o Tehranın Narmak bölgəsində endirilən zərbə zamanı həlak olub. Bununla belə, İranın rəsmi qurumları məlumatı hələ şərh etməyiblər. Xatırladaq ki, Mahmud Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub. İranın ali lideri Ayətullah Əli Xameneyinin vəfatının rəsmi təsdiqindən sonra İraqda 3 günlük matəm elan edilib. Bu haqda İraqın İNA xəbər agentliyi məlumat yayıb. İraq hökuməti ölkədə 3 günlük matəm elan edib deyə məlumatda deyilir. İran ali liderinin səlahiyyətlərini müvəqqəti olaraq din xadimi Ayətullah Əli Reza Arafi icra edəcək. Bu barədə məlumatı İSNA agentliyi yayıb. Xatırladaq ki, İranın ali lideri Seyid Əli Xameneyi fevralın 28-də İsrail və ABŞ-nin ölkəyə zərbələri zamanı öldürülüb və bundan sonra İranın ali lider vəzifəsini məhz Ayətullah Əli Reza Arafi icra edəcək.